İzləyicilərdə həm empatiya yaradan, həm də həkimlərin fədakarlığını göstərmək üçün belə bir sual vermək istəyirik sizə. Ən çox yorulduğunuz, amma buna dəyərdi dediyiniz an hansı olub? Ən çox yorulduğum deməzdim, belə deyək də. Ən çox işlədiyim və şərəf duyduğum anlar olub. Yəni onda da insan yorğunluq hiss eləmir. Bu da bizim 44 günlük vətən müharibəsində bizim həkimlərin olan fəaliyyətindən əlaqədar deyirəm. Hər gün bir çox insanın həyatına ümid, rahatlıq, şəfa bəxş edirsiniz. Bu təcrübə sizdə yalnız peşəkarlığı formalaşdırır, yoxsa insanlara olan sevginizi də bəsləyir? İlk növbədə bir peşə ixtisasdır, ancaq indi həyat tərzimizi çevrilibdir. Həkimlərin ən çox gecə yuxusuz qaldığı anlar hansılardır? Mən sizə deyərdim ki, elə həkimlərin özümdən götürürüm, hər gün elə yuxusuz qalırlar. Gördüyü işin nəticəsi olaraq, sabah görəcək işin planlaması olaraq, yəni onsuz da elə yatmamışdan qabaq bunların hamısı planlanır, o da bir neçə saat yuxusuzluq tələb edir.